görsənməyən vardan penal verdi, yox, penal çıxartdı. Çıxartdı sudya, referi çıxartdı. Yəni bu günləri bizim udmağımız görsənən o idi ki, mümkünsüz bir şey çıxartdı. Və maraqlısı da odur ki, bəlkə bu videolarda düşüb, 4-cü sudya yanımda duran adını bilmirəm. Dəfələrlə yalvardım, dedim sənə qurban olum. Bu uşaqları mən sakitləşdirəcəm. Bir dənə o epizoddan qabaq Alesio'nun epizoduna da baxdır. Həmən prosesdir də, yəni ona da baxdır, xahiş et. Deyir, narahat olma, deyirəm. Deyirəm, qurban olum, yanımda deyir, nə olur? Mən bilirəm, axır deyilməyəcək. Deyirəm, yanımda deyir. Deyir, bax o moment, deyirəm, yox, elə demə, nə olar? Deyirəm, Aleysən, dəfələrlə Allah and içdi ki, vallahi demişəm. Deyirəm, o ki, demişsən, gəldik burada studyanı tutdu. Deyir, Aleysi o momentinə niyə baxmadı? Deyir, onu mənə demədilər, mən o momentdə baxmamışam. Burada artıq hər şey məlumdur. Vallahi sudya bizə dedi ki, Aleysionun momenti, ola bilər də foul da olmasın, ha? Ola bilər də foul da olmasın, amma baxılmalıydı. Dedi ki, mənə heç o moment haqqında nə deyirəm, mən heç o momentə baxmamışam. Bunu referi dedi. Deməli, burada artıq biz yaxşı neftçi olacaq inşallah. Heç bir, bu sözüm sizə deyil, mən azarkeşlərə sözüm. Bundan heç kimin şübhəsi olmasın. Zaten sadəcə yaxşı neftçi olma qorxusu var çoxlarında. Və bunu inşallah mən komandamdan aradan qaldıracağım. İnşallah.